Niyə Çin maşınları bu qədər ucuzdur? Dəmiri nazik idi, 5 il sonra baxarıq, 2 CDI dəyərləri kənara alaq, ağla və məntiqə əsaslanan 15 səbəbə baxaq. 1. Çin ildə 25 milyondan çox avtomobil istehsal edir. Daxili iqtisadiyyat böyükdür deyə bu həcmdə istehsal məhsulun maya dəyərini ciddi şəkildə azaldır. 2. Çin istehsalçıları ehtiyat hissələrin ölkə daxilində bir-birinə yaxın fabriklərdən alır. Belə baxanda bütün dünya özü də Çindən ehtiyat hissələri alır. 3. Batareya, ekran, şassi, motor, sensorlar, bütün bu bahalı ehtiyat hissələri Çinin özündə istehsal olunur. 4. Çin hökuməti özü həm istehsalçıya, həm də alıcıya vergi güzəştləri, faizsiz kredit və istehsal dotasiyası verir. 5. Çində mühəndis və dizayner rəqabəti o qədər böyükdür ki, maaşlar qərbə görə xeyli aşağıdır. Üstəlik bu rəqabət məhsul inkişafını da sürətləndirir. 6. Qərbdə sertifikasiya, təhlükəsizlik, ekoloji standartlar çox sərtdir. Lakin Çin bazarı alovlandırmaq üçün tələbləri elastik saxlayır. 7. Çin şirkətləri mövcud texnologiyalara lisenziya almadan və yaxud minimal dəyişikliklərlə kopyalayıb təkmilləşdirir. 8. Bir şassi və batareya platformasında onlarla eyni avtomobil istehsal edirlər. 9. Çin təbii sərvətləri ilə zəngindir. Alüminium, polad və kompozit materialların böyük hissəsini özləri istehsal edir. 10. Başqa ölkələr bir modeli 3-5 il saxlayır, satır. Çində isə hər model hər il demək olar təzələnir, smartfon brendi kimi satışlarını saxlaya bilirlər. 11. Kettle, BYD kimi nəhəng batareya istehsalçıları Çinlidir. Çinlilər prestijə qətiyyən fikir vermir, lakin qərb markaları prestijlə oturub dururlar. Keçmişdə Volkswagen, GM, Toyota-da yığılan təcrübələr hamısı indi öz ölkələrində tətbiq olunur. Şirkətlər dövlətlə sıx əlaqədə işləyir. 15. Rəqabət böyükdür, qiymətlər aşağıdır.